Müğənni Vəfa Şərifova Türkiyəli sənətçi Yıldız Tilbə ilə duet oxumaq müqabilində ona 100 min dollar ödədiyini, lakin buna baxmayaraq duet baş tutmadığını iddia edib. Demokrat Azdentaza istinadən xəbər verir ki, bu iddiadan sonra Yıldız Tilbənin vəkili Handan Bakbak yazılı açıqlama yayaraq səsləndirilən fikirləri qəti şəkildə təqzib edib. Açıqlamada bildirilir ki, Vəfa Şərifovanın televiziya proqramları və sosial şəbəkələrdə səsləndirdiyi iddialar həqiqətə uyğun deyil, əsassızdır və şəxsi reklam məqsədi daşıyır. Qeyd olunub ki, Yıldız Tilbənin adı çəkilən şəxslə heç bir əlaqəsi, ünsiyyəti, işgüzar əməkdaşlığı və ya görüşü olmayıb. Vəkilin sözlərinə görə müğənninin güya 100 min dollar aldığı və duetdən imtina etdiyi barədə deyilənlər uydurma və hüquqa ziddir. Eyni zamanda Yıldız Tilbənin nüfuzuna və adına zərər vurmaq məqsədi daşıyır. Açıqlamada vurğulanıb ki, iddialar hüquqi qiymət alacaq və məsələ qanun çərçivəsində araşdırılacaq.